Peyğəmbər də yolla yerdə gördü bir uşaqdır. Gəldi öpdü bunu. Qucaqladı, baxla görə biraz artıq nəvaziş elədi. Çox nəvaziş elədi. Dedilər, ya Rasulallah, niyə məhz bu uşağı bu qədər nəvaziş elədi? Dedi, mən bunu bir gün baxdım, gördüm İmam Hüseyin gedir, düşüb İmam Hüseynin arxası içən. İmam Hüseynin ayaq qoyduğu yerdən torpağı götürür, sürtür üstünə. O mənim balamı çox istəyir. Ondan sonra dedi, gəl sənə bir söz deyim. Dedi, buyur. Dedi, bu böyüyəcək, Hüseynin səhabələrindən olacaq, o şəhidlərdən biri olacaq. Əvvəldən Hüseyni sevib, sonda da İmam Hüseynin yanındadır. Bu uşaqlarımız, övladlarımız Hüseyin sevgisi ilə böyüsə, İmam zamanla olarlar. Allah vəlisini tənha qoymazlar. Allah vəlisini olarlar. Mən araşdırırdım neçəlikdir, bu uşaq kimdir? Mən bu il oxudum. Bu il oxudum bir alimin dilindən. Deyir, o Zuheyr idi, Zuheyr.